Pərakəndə satış qiyməti 1 litrliyinin 2 manat 10 qəpik, 750 qram. Bütün çeşidləri standart olaraq 3 manatdır. Daha sonra şüşə təmizləyənləri var ki, şüşə təmizləyənlər 1 manat 30 qəpik, 2 manata 750 idi, 4 manat 40 qəpiyə 2 litrlidir, 200 milli. 200 milliliklər 2 manat 50 qəpik, 400 milli klirlər 4 manat 40 qəpik. Əsas məşhur İran nemətləri mağazalarında bütün həmin o şirniyyatları da yenə buradan əldə edə bilərsiniz. Masallıda olan anbarından regionlarımıza mütəmadi olaraq gördüyünüz yük avtomobilləri vasitəsilə göndərişlər olunur. Videonu bu çeşid məhsullar axtaran, satış edən dostlarınızla, tanışlarınızla paylaşın ki, onlar da tanıyıb faydalansınlar. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toptancı mağazadan detallı video çəkib hazırlayırıq ki, bununla bağlı müraciətlər olmuşdu. Digər videolar çəkəndə hansı ki, əvvəllər bir neçə dəfə, iki dəfə demin bizim yuzu vasitələrlə video paylaşmışıq, təmizlik vasitələri ilə bağlı. Lakin şərhlərdə, kommentlərdə çox qeyd edirdilər ki, İran istehsalı olan yuzu vasitələrdən toptancısından da detallı video çəkib sizlər üçün təqdim eləyək ki, sizlər də tanıyıb faydalansınız. Bugün həmin toptancı mağazadayıq ki, mağaza adı MIT Group adlanır və bunlar yuzu vasitələrinin, İran istehsalı yuzu vasitələrinin və bir qismdə qida vasitələrinin ölkəyə idxalını və satışını həyata keçirirlər. Qida vasitələri dedikdə bir qism şirniyyat, konfet, xurma və sair kimi qidalar nəzərdə tutulur. İndi isə keçib içəri inşallah sizlər üçün əsasən biz yuzu vasitələrlə bağlı məlumat verəcəyik ki, çünki bunu istəyən, gözləyənlər çox idi. Mağazanın ünvanı haqqında məlumat verim ki, mağaza çox rahat yerdə yerləşir. Abşeron Ticarət Mərkəzinin Abşeron Mall ərazisi yolun düz kənarında. Korpus 1, mağaza 9 nömrəsidir ki, zəhmət olmasa göstərək. Həmən demək gördüyünüz həmən avtomobillər gələn istiqamət Meyvəli Quruğundan, Meyvəli dairəsindən Lökbədən istiqamətindən gələn yoldur ki, birinci svetoforda çatmamış, elə sol tərəfdə həmən MIT Group mağazasını görmüş olacaqsınız. Əlavə üstünlüklər nədir? Onun haqqında məlumat verim ki, demək bu toptancının Masallıda olan anbarından regionlarımıza mütəmadi olaraq gördüyünüz yük avtomobilləri vasitəsilə göndərişlər olunur ki, yəni orada olan müştərilərdə dağıtımı olunur həmən bu məhsullarını. Siz də əgər regionlarda fəaliyyət göstərirsinizsə, market və yaxud da yuzu vasitələr mağazanız varsa, rahat şəkildə bu toptancı mağaza ilə əlaqə saxlaya bilərsiniz. Sizin regiona gəldikdə sizə də məhsullarını təqdim etsinlər, tanış olun, qiymətləri ilə və s. kimi ümumi məlumatınız olsun və elə yerindəcə də alışını eləyə bilərsiniz. Həmçinin Naxçıvana da göndəriş olunur. Naxçıvana işləyən yük maşınları vasitəsilə pərakəndə satışda var ki, rahat şəkildə məhsulların üzərində barkod və qiymət qeyd olunub ki, gəlib pərakəndə satış alışında eləyə bilərsiniz. Çünki o biri videolardan əsasən topdan satış olurdu. Pərakəndə alıcılar narazılıq edirdilər ki, pərakəndə satış niyə yoxdur? Bu toptancı mağazada pərakəndə satışda var ki, rahat şəkildə bir dənə hər məhsuldan 1-2 ədəd alıb öz şəxsi istifadə üçün evinizdə və s. kimi istifadə edə bilərsiniz. İndi sizə nümunə olaraq qiymətləri də qeyd edəcəm. Topdan qiymətləri öyrənmək istəyənlər isə qeyd etdiyimiz əlaqə nömrələrinə əlaqə saxlayıb topdan qiymətlərini öyrənə bilər. Qeyd etdiyim kimi ilk növbədə yuzu vasitələrdən başlayacağıq. Mağazadan girən kimi sol tərəfdə divar boyunca həmən burada demək qap şampunlarıdır, bədən və gellərdir, saç şampunlarıdır, yuzu vasitələrdir, paraşoklardır, digər təmizlik vasitələridir ki, hamısının bir-bir inşallah sizə pərakəndə qiymətlərinə tanış eləyəcəm. Topdan qiymətlərdə qeyd etdiyimiz kimi maraqlı olanlar, mağazalar, yuzu vasitə mağazaları, marketlər əlaqə saxlayıb rahat şəkildə öyrənə biləcək. Və ilk növbədə başlayırıq qap şampunlarından. Məşhur həmən Pril yuzu vasitəsidir ki, qap şampunudur ki, bununla bağlı soruşanlar şəxsən bizdən də olub. Pərakəndə satış qiyməti 1 litrliyinin 2 manat 10 qəpik. Daha sonra isə böyük həcmli burada digər çeşiddə var ki, bunun qiyməti isə 7 manat 50 qəpik. Bu isə 5 kiloluqdur, 3 kiloluqdur. 3 kilodur, 4 kilo. 4 litrlik çeşidi isə 7 manat 50 qəpik təşkil eləyir. Həmçinin digər Primax markası da var ki, bunların hətta 0,5 yarım litrlik çeşidi də var. 1 manat 20 qəpikdən başlayır. 2 manat və 7 manat. Böyük 4 kiloqramlıqlar isə 7 manat olaraq dəyişir. Daha sonra isə yan tərəfdə digər qap şampunlar çeşidləri də var ki, qeyd etdiyimiz kimi ancaq hamısı İran istehsallı yuzu vasitələrdir. Bunlar isə 1.90-dan 1.70-dən başlayır. 2 manat 30 qəpiyə test markasıdır. Aktivlər var. Yarım litri 2 manat 50 qəpi və 1 manat 60 qəpi. Çeşidinə görə qiymət dəyişir. Daha sonra isə belə Kolrang 1 manat 90 qəpi 1 litrliyi ABC
ABC demək hamamlar üçün olan təmizləyici vasitə. Bu isə demək neçədir? 1 manat 20 qəpikdir bu da. Yarım 750 qramlığı 1 manat 20 qəpik. Böyük ölçüləri isə aktiv qab yumaların 7 manat 20 qəpik. Daha sonra isə növbəti cif. Bunlarda yağ çözüdür, pas üçün, kir üçün olan çeşidləri var. Fərqli şüşələr üçün olan çeşidləri var. Daha sonra Domestos'un digər təmizləyici çeşidləri var. Gördüyünüz bu çeşidlər isə həmən markanın İran istehsallı versiyalarıdır ki, istifadə edənlər, satışını davam edənlər, bunun da məlumatları var. Ciflər demək başlayır 3 manat. 750 qram. Bütün çeşidləri standart olaraq 3 manatdır. Daha sonra şüşə təmizləyənləri var ki, şüşə təmizləyənlər 1 manat 30 qəpik, 1 manat 20 qəpik, 1 manat 70 qəpik fərqli çeşidləri var. Yuxarı vitrinimizdə isə digər təmizləyici rakvina, kranlar üçün olan 3 manatdır, 2 manat 40 qəpiyə gördüyünüz bu Domestos çeşididir və 1 manat 80 qəpiyə belə fərqli markada olan çeşiddə var. Daha sonra keçirik burada aşağıda bunlar nədir? Haran, ağartma sıvısı. Ağartma sıvısı xlor. 45 qəpikdən başlayır yarım litrliyi, 1 litr, yarım litrdə yəqin. Daha sonra Active Home, bu da yəqin ki ACN əvəzəsidir, xlordur. Demək bunların da qiyməti 1 manat 60 qəpik. Fərqli ətirləri var. Limonlusu, daha sonra ramaşka və s. kimi çeşidləri ala bilərsiniz. Daha sonra isə digər yenə ağardıcı 1 manat 50 qəpik. Böyük litrajlar var. 4 manat 30 qəpiyə 4 litrliyi. 4 manat 50 qəpiyə Active'in həmən xlorları var, ağardıcıları var. Mütəmmadi satış. Bunlar qeyd etdiyimiz qiymətlər təkrardan qeyd edelim ki, pərakəndə satış qiymətidir. Yəni pərakəndə şəkildə gəlib rahat şəkildə evlərinizə ala bilərsiniz. Əgər bu məhsullardan istifadə edirsinizsə. Domestos çeşidlərinin də yenə burada 750'lik, daha sonra yarımlıq çeşidləri var. 2 litr əstəğfurullah, 2 litrlik. Demək 2 manata 750'likdir, 4 manat 40 qəpiyə 2 litrlikdir. Daha sonra bu markanın 1 manat 30 qəpiyə var. Daha sonra yumuşaldıcılar var. Home Plus markası. Daha böyük ölçü həmən 4 manat qeyd olunub. Demək bunlar yumuşaldıcı və pervollar, belə deyim, rəng Omo markasının fərqli çeşidləri var. Rəngli və qara paltarlar üçün olan 8 manat 50 qəpik. Daha sonra burada kiçik ölçüsü var 4 manata. Bunlar 1 litr yarımlıq çeşidi 4 manatdır. Böyük çeşidi isə 8 manat 50 qəpikdir. Daha sonra burada kiçik, xırda, yenə də fərqli həmən paltar şampunları var. Qaraldıcı, rəngli paltar üçün və s. 2 manat 40 qəpiyə bu çeşidlərdir. Komfortum var 3 manat 50 qəpiyə. Burada da böyük ölçülər yenə 7 manat 50 qəpik. Fərqli yenə burada 3 manat 50 qəpik olan belə çeşidlər də var. Yenə də fərqli qara paltar üçün. Qeyd etdiyimiz məhsullar İran persili adlanır. Bilməyənlər üçün bilib. Burada da gördüyünüz kimi böyük həcmli paraşoklar. İrəlidə inşallah qiymətlərini deyəcəyik. Paraşok çeşidlərdir ki, həm avtomat, həmçinin də əldə yumaq üçün olan çeşidlər var. İrəlidə inşallah qiymətləri nəsə tanış edəcəm. Növbəti vitrinimizdə burada olanlar nədir? Universal demək gel paltar üçün, yumaq üçün burada yenə Avve markasının da 2 manat 70 qəpiyə, litr yarımlıq həcmi 1 litrlik 1 litrlik həcmi 1 litrdir, 2 manat 50 qəpiyə. Active'in yenə burada fərqli paltar yuyan üçün olan deterjan. Bunlar qiyməti 2 manat 50 qəpik, fərqli qoxulu çeşidləri var. Baxın belə, bu 4 manatdır. Uşaqlar üçün olan fərqli ətirli yuzu vasitələri. Daha sonra yenə Active'in burada, bunlar da nə üçündür? Bunlar da yenə paltar yumada avtomat maye halında olan yuma vasitələrdir ki, 4 manat 20 qəpik. Onlar isə 5 manat 20 qəpik. Böyük ölçüləri isə 6 manat 80 qəpik. Həcmi olaraq 2 litr yarım. 2 litr yarımı 4 manat 6 manat 80 qəpik. 3 kiloqramlıq Colorang markasının isə 6 manat 30 qəpik qiyməti var. Demək gördüyümüz bu yumuşaldıcı çeşidlərdir ki,
Sepit markasıdır, məşhur, Home Plus-dur, aktivdir. Yenə də qiymət olaraq həcmə görə dəyişəcək. 3 manat 50 qəpikdən başlayır. 2 manat 90 qəpik olan 1 litrlikləri parfümludur bunlar. Yəni rahat şəkildə istifadə edə bilirsiniz. Təravətləndirici olaraq da funksiyası var. Daha sonra böyük çeşidləri 5 manat 20 qəpik, böyük həcmləri 3 manat 50 qəpik, litr yarım olan çeşidləri bunların da yenə 2 manat 50 qəpik. Bunlar isə xalça və dəri üçün, dəri materialı üçün və xalça parçalar üçün olan çeşidlərdəki təmizləyicilər 2 manat 50 qəpik, 2 manat 60 qəpik olaraq dəyişir. Persol çeşidlərdə yerli və İran istehsalı 2 manat 50 qəpiyə yarım kiloluq yerlidir. 4 manata isə İran istehsalı olan həmən bu persollardır ki, ağardıcılar. Bunlar da ağardıcı olaraq istifadə olunur. Düzdür? 4 manata da ağardıcı çeşidləridir. Daha sonra isə buradan başlayır artıq əsasən saç şampunları, bədən gelləridir ki, əl sabunlarıdır. İndi isə onlarla bağlı sizə məlumat verim. Demək, saç və bədən üçün olan şampunlarında yenə də həm İran istehsallı, həmçinin də xarici markaların adları ilə olan Davdır, Clear'dir və s. kimi çeşidləri görə bilərsiniz. Qiymət olaraq yenə başlayırıq ən aşağı qiymətdən pərakəndə qiymət, satış qiymətlərinə yenə təkrar olaraq yadınıza salım. Şampu, yağlı saçlar üçün olan bu çeşidlər AB markasının 1.90-dan başlayır, 2 manat dəyişir. Daha sonra 750 millilər 2 manat 90 qəpik. Daha sonra litrliklər 9 millilər 3 manat. Daha sonra Colorang markasının yenə xırda həcmləri 1 manat 40 qəpik. Fərqli tərkibli olan çeşidləri var. Üzərindən, rənglərindən də bəlli olur. Daha sonra Aktivin belə bəylər üçün olan çeşidləri var. Duş geli çeşidləri var. Burada yenə fərqli 2 manat 50 qəpik standart olaraq. Daha sonra 3 manata yenə şampun. Aktivinin şampun çeşidləri isə burada yarım litrlik çeşididir. 350 milli çeşididir. 350 millisi 3 manat olaraq pərakəndə satış qiymətini ala bilirsiniz. Daha sonra isə bu tərəfdə öncə qeyd etdiyim Aktiv, Clear və Dav şampunlarının çeşidləridir. Kiçik Davlar 2 manat 50 qəpik, kiçik Clearlər isə 4 manat 40 qəpik. 400 milli. Clearlər 400 millidir. Davlarının isə həcmi 200 milli. 200 milliliklər 2 manat 50 qəpik. Daha sonra 400 milliliklər 4 manat 30 qəpik davlar. 400 milli Clearlər 4 manat 40 qəpik. 4 manat 40 qəpik. Clear'in də yenə də fərqli tərkiblə olan çeşidləri var. Böyük həcmli AB-nin belə şampunları var. 1 kiloqramlıq. Yenə də burada bədən gellər, əl sabunları, əl sabun çeşidləri var. Uşaqlar üçün olan şampun çeşidləri var. Əl sabunları 1 manat 30 qəpik, 1 manat 70 qəpik, 2 manat olaraq dəyişir. Yenə də fərqli çeşidlərimi görə bilirsiniz. Uşaqlar üçün olan şampunlar isə 1 manat 20 qəpik. Fərqli qablaşdırmada olan çeşidləri var. Həmçinin fərqli ətirlərdə. Həcm olaraq isə qeyd olunub, demək 210 milli. 210 milli, 250 milli çeşidləri var. Biraz böyük burada çeşidi var bunların da. 280 milli. Qiymət 1 manat 40 qəpik. Növbəti sabun çeşidləridir ki, əl sabunları da yenə belə beşli qablaşmada olan var, tək-tək qablaşmada olan var. Yenə də həm topdan, həm pərakəndə əldə edə bilərsiniz. Mağazanın topdan, masallıda olan deposundan bütün ölkə üzrə regionlara dağıtımı olunur. 50 qəpiyə bunlardır, Ponaqdır, Şokokdur. Satanlar yəqin ki, markaları tanıyırlar. 40 qəpiyə bu çeşidlərdir. Fərqli yenə ətirləri var. Beşli çeşidlər 1 manatdır. Bunların da yenə fərqli çeşidləri var. 1 manat 40 qəpiyə Aroma markası. Daha sonra burada belə qutuda olan çeşidlər var. 50 qəpikdən yenə. Həmçinin diş pastası, sonra gigiyenik pedlərdir, setkalarıdır, digər buna nə deyir, süngər və sair çeşidlər də var ki, buradan da yenə uyğun qiymətlərlə alıb regionunuza satışını eləyə bilərsiniz. 1 manata belə pedlər, 1 manat 50 qəpik bunlardır. Daha sonra diş pastaları var, 2 manat, 2 manat 20 qəpik. Uşaqlar üçün olan çeşidi 1 manat 30 qəpik. Bu soft nədir abi? Aktiv bədən spreyi. Sprey formasında olan bədən spreyləri var belə, ağ
balzam almond oil 2 manat 50 qəpik. Fərqli yenə ətri tərkibləri var. Əl kremləri də 60 qəpiyə. Misvaklar var. Bir manata və 50 qəpiyə olan qap setkaları. Fərqli yenə də burada çeşidləri var. 30 qəpiyə olan çeşidi də var. Beşli süngərlər 50 qəpik. Daha sonra isə burada da yenə böyük həcmli olan və həmçinin yarım kiloqram çeşidləri yarım kilodan başlayır, 500 qramdan başlayır, 20 kiloqrama qədər olan paraşok çeşidləri var ki, qiymət olaraq ən ucuzu başlayır demək 85 qəpik 1 manatdan paraşok çeşidlərinin 20 manata qədər, həmən ən böyük həcmləri isə 20 manata qədər olan çeşidləri var ki, yəni buradan ümumi olaraq yenə də fərqli. 500 qramlıq qeyd etdim, 450 qramlıq 1 manat 85 qəpik olaraq dəyişir. Yəqin 85 əl üçündür, 1 manat avtomat üçün, düzdürmü? Hə, avtomat üçün. Kalqon çeşidləri var burada. 3 kiloqramlıq yenə Avve markasının kilo yarımlığı 3 manatdır, 6 manata 3 kiloqramlığıdır. Daha sonra 9 kiloqramlığı 15 manata 9 kiloqramlığıdır. Bunlar hansı marka gedir? Persil. Rəngli və universal həmən persil çeşidlərdir. Qiymət olaraq 1 manat 50 qəpikdən başlayır. Ən kiçik ölçüsü 10 manat, 16 manat, 16 manat dəyişir. Buralar isə Softlan markasıdır ki 1 manat 20 qəpik, 1 manat 30 qəpik, aktivlər 2 manat 20 qəpik, 1 manat 50 qəpik olaraq dəyişir. Home Plus markasıdır. Ən məşhuru hansıdır burada istifadə olunur? Hə? Softlan. Qiymət 6 manat 3 kiloqramlıq çeşidi. Digərlər isə 4 manata olan var, 6 manata olan var, 5 manata olan var, 3 kiloqramlıq çeşidləri deyirəm. 5 manat 50 qəpiyə, 4 manat 80 qəpiyə olan çeşidi var. Qutu paraşoklar yenə ABC-dir, Hobo'dur. Hobo markası, Hobo professional. Həm yenə də avtomat, həmçinin də əldə yuma çeşidləri var. 90 qəpik, 80 qəpik, 90 qəpikdən başlayır. Üzü yuxarı, həzminə görə qiyməti dəyişəcək. Son vitrinə yaxınlaşırıq. Ondan sonra isə qısa olaraq qidalarla bağlı məlumat verəcək. Bunlarda isə əl kremləridir, uşaqlar üçün olan krem çeşidləridir, vazelin çeşidləridir, yenə də burada fərqli şampun çeşidləridir. Qiymətlər ən uzunu 75 qəpik, 60 qəpikdən başlayır Naran vazelini. 75 qəpik, 1 manat 30 qəpik, 1 manat 90 qəpik olan çeşidi var. Daha sonra bunlar isə əl kremi gedir. Əl kremləri isə 1 manat 10 qəpikdən başlayır. Yenə burada həcminə görə dəyişir. İri həcmləri də yəqin ki var. Burada da yenə uşaqlar üçün olan şampun. Şampundur yoxsa masaj şeydir? Naranın şampunu. Uşaqlar üçün olan 1 manat 20 qəpik fərqli ətirlərdə olan çeşidləri var. Ağ sabunlar, paltar üçün olan yəqin sabun çeşidlərdir. 4 manat 80 qəpik, dördlülər. Fərqli yenə 50 qəpik olan Damlanın belə şampunları var. Armalux'un maye sabunu 1 manat 40 qəpik, 60 qəpiyə Damlanın 1 manata bunlar var. Böyük həcmlilərdə yenə Damlanın burada paraşokları var. 5 manat 50 qəpik, 2 manat 50 qəpiyə. Maye halında olan gliseninli maye sabunu. Çiyələkli olan çeşidi də var. 4 kiloqram, 2 kiloqram yarımlıq və sair kimi çeşidləri də var. Bu qədər dostlar, demək yuzu vasitələrinə olan səni yekunlaşdırdıq. Bunun bəyə qiymətini bilmirəm dedim yoxsa 20 kiloluq əldə yuma olan paraşakın 20 manatdır pərakəndə satış qiyməti. Son olaraq onu qeyd edim. Gördüyünüz kimi həm buradan, həm də digər mağazanın masallı ünvanı var ki, depo əsasən oradan da mütəmadi şəkildə regionlar satış olunur. Bakı və Bakı ətrafı ərazilərdə mağazanız varsa, fəaliyyətiniz varsa, yenə də bu mağazadan rahat şəkildə sifariş verib əldə edə bilərsiniz. Pərakəndə almaq istəyənlər də yenə pərakəndə şəkildə yalnız mağazaya gəlməklə əldə edə bilərlər. Daha sonra isə mağazada qida ilə bağlı qısa olaraq burada
elə ötəri olaraq sizə deyim. Bildiyiniz kimi biz qidalarla bağlı çəkilişlər etmirik, amma bir yerdə olduğunuz üçün ümumi olaraq məlumat verdim ki, əgər bunu da satışın olaraq satırsınızsa, ümumi olaraq sizin də məlumatınız, təəssüratınız olsun ki, bal çeşidləridir, konfet çeşidləridir, buradan əldə edə bilirsiniz. Bunların da yenə həm topdan, həm pərakəndə satışı var. Konserve çeşidləridir, daha sonra belə nar şərab çeşidləri var, bal çeşidlərindən şanlı olan çeşidləri var. Sonra uşaqlar üçün olan şirniyyatlardır, pişonalardır, biskvitlərdir. Fərqli yenə də burada şirniyyat çeşidləri, lokum çeşidləri var. Lokumlarıdır, fərqli çərəzlərlə. Çərəz yoxdur, İran çərəzləri. Anladınız? Daha sonra yenə də burada fərqli konfet çeşidləridir, belə şirniyyat çeşidləridir. Bunların da satışını əldə edə bilərsiniz. Belə lokum çeşidləri var, vafli çeşidləri var. Fərqli bütün əsas məşhur İran nemətləri mağazalarında bütün həmən o şirniyyatları da yenə buradan əldə edə bilərsiniz. Qiymətlər də topdan qiymətlər yenə ən minimum qiymətlərlə təklif olunur. Pərakəndə qiymətlərdə yenə şəhərdəki olan mağazalardan fərqlənəcək. Snickers çeşidləri də yenə burada. Snickersin adını deyir 50 qəpikdən. Misal olaraq deyim, belə 1 manat 80 qəpiyə olan çeşidlər var. 2 manata olan bunlar 2 manatdır. Misal olaraq bir neçəsini deyim ki, təəssüratınız olsun. 1 manat 80 qəpiyə bu çeşididir. Məşhur bu, daha məşhurdur. Araz marketdə falan da satılır. Çamaq 1 manat 80 qəpikdir. Xurma. Ən əsas xurma Ramazan ayındayıq. Ən çox tələbat olan nemətlərdən xurma çeşidləridir ki, xurma çeşidləri demək bu çeşid 3 manatdır. Bu da elə 3 manat. 2 manat 50 qəpik. Pərakəndə satış qiyməti. Topdan qiymət. Xurmanı öyrənmək istəyənlər burada aşkar şəkildə demək doğru olmadığı üçün qeyd etdiyimiz əlaqə nömrələrinə əlaqə saxlayıb, əgər mağazanızsa topdan alış edirsinizsə, bazardan ən uyğun qiymətlərlə təklif olunur ki, 2 markada, düzdürmü? Xurmanın 2 çeşidi var. Gördüyünüz kimi bir bu çeşiddir, bir də bu çeşid. 2 manat 50 qəpik, 3 manat pərakəndə satış qiymətidir. Yenə də burada şokolad yağıdır, pletka şokoladlardır, fərqli kiloqramla olan şokolad çeşidləridir ki, biskvit çeşidləri və s. Bu toptancı mağazadan rahat şəkildə satışını edirsinizsə, əməkdaşlıq eləyə bilərsiniz. Həm topdan, həm də pərakəndə satış var. Bu qədər dostlar, ümid edirəm ki, kimlər ki bizdən İran məhsulları istəmişdi, əsasən İran yuzu vasitələri, bu videomuz onlar üçün faydalı olacaq. Videonu bu çeşid məhsullar axtaran, satış edən dostlarınızla, tanışlarınızla paylaşın ki, onlar da tanıyıb faydalansınlar. Ölkəmizdə ən böyük toptancı mağazalardandır ki, həm regionlara yük maşınları vasitəsilə çatdırılmaları olunur bu çeşid məhsullar. Həmçinin də Bakı və Bakı ətrafı ərazilərdə yaşayırsınızsa, yenə də Abşeron Ticarət Mərkəzindən sizlər üçün göndəriş eləyə bilərlər. Ünvan təkrar olaraq Abşeron Ticarət Mərkəzi, Korpus 1, mağaza 9. Instagram və TikTok adresləri də var ki, aşağıda inşallah onlar da qeyd edəcək. Kimlər ki məhsullarla tanış olmaq istəyir, orada birə-bir videoları ilə və s. kimi təqdimat videoları ilə də rahat şəkildə tanış ola biləcək. Bu qədər dostlar, kanala abunə olmağı, videomu bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.